Salam uşaqlar, necəsiniz? Deməli, bildiyiniz kimi Azər Hazırlıq Mərkəzində Herodot Tarix Olimpiadasının final mərhələsi keçirildi 31 may günü. Olimpiada sualları həqiqətən çətin idi. Olimpiada ümumiyyətlə fərqli bir şeydir. E, Güvən, OTK və yaxud da DİM, sertifikasiya, MİQ kimi olmur. Olimpiadada suallar çətin olur, çünki olimpiadaya gələn uşaqlar da xüsusi uşaqlardır, istedadlı uşaqlardır. Onlar sadə sualları bir saniyə tapırlar. Və final mərhələsini 49 nəfər keçmişdi. Düşünün, 49 nəfər 40 balı keçmişdi. 50 balı keçən 42 nəfər idi. 60 balı keçənsə 36-37 nəfər idi. Yəni 60 balı birinci mərhələdə keçmək həqiqətən çətindir. Çünki suallar çətin idi birinci mərhələdə. İkinci mərhələnin hələ ki nəticələrini yoxlamamışıq. İzah verib sabahdan inşallah yoxlamalara başlayacaq. Deməli bizdə 4 olimpiada olacaq uşaqlar. Biri Herodot Tarix Olimpiadası, bu Pro Max-dır. Bakıxanov adına olimpiada olacaq. Bu Produr. Sonra Ziya Bünyadov adına olimpiada olacaq 26 iyulda L-da. O sadədir. Yoxsa plus gəlir. O plus olsun. Bir dənə də 4-cü olimpiadaya ad fikirləşirik, amma tapa bilmirik. Bunu da mən sizə buraxıram. Yorumda fikirlərinizi deyərsiniz ki, 4-cü olimpiadamız nə olsun? Tarixi şəxsiyyətlərin adına. Tarix şəxsiyyəti tarixçilər sırf Ziya Bünyadov tariximizi yazıb, Herodot bilirsiniz də, onu deməyə ehtiyac yoxdur. Bakıxanov ilk dəfə bizim tariximizi yazan şəxsdir məncə, ilk də yazanımızdır. 1813-cü ilə qədər olan dövrləri yazıb. Deməli uşaqlar, olimpiadada niyə uzun çəkir yoxlanması da? Çünki 4,5, 4,4, 6,9, yəni ballar fərqlidir. Eyni balların olmaması üçün biraz fərqli qoymuşuq. İndi görək nəticə necə olacaq. Deməli uşaqlar, ilk sualımıza başlayaq. Qaraqoyunlu dövləti deyir. Bu sual uzundur deyə biraz görünməyə bilər. Dövlət dediyi üçün Bağdad döyüşü 1394-dədir. Dövlətə düşmür, düzdür? Biri çıxaram, ikini də çıxırıq. Pirbudaq Təbrizdə yox, Bağdadda qiyam qaldırmışdı. Ona görə ikini də çıxıram. 3 də avtomatik çıxır 1406-cı ildə, hələ dövlət yox idi. Dövlət yaranıb 1410-cu ildə. Sonra uşaqlar Uzun Həsən odlu silah gətirmək istəyirdi. Amma gətirə bilmir. Ona görə də odlu silah istehsalını artıra bilməz. Altını da çıxaram uşaqlar. Moskva knyazı 3-cü İvanla Bayandurlu dövləti. Onlar ikisi də öz nümayəndəsini göndərir Ağqoniya və Ağqoniya onların heç birindən ittifaq bağlamır hansısa bir dövlətə qarşı. 7-ni də çıxsam, cavab qalacaq 4. 8-i hardadır? 8-ci sual xəritənin içindədir uşaqlar. Xəritədə yazıb ki, 80-ci illərində Yaqub Mirzə Gürcüstana yürüş elədi. Olimpiadada bir xəritədən də düşür. Cavab olacaq C variantı. İkinci suala baxaq. İkinci sual biraz ağır sualdır. Niyə ağırdır? Ələddin Xələt həqiqətən Monqolları qovub. Doğrudur. Ordu sıraları pozulduğu üçün Batı xan içərilərə doğru gedə bilmir. Bu da doğrudur. Müxtəlif səbəbləri var. Biri də budur. Mənişah Qəznəliləri yox, Qaraxaniləri asılı hala salıb. Yəni bu yanlışdır. Bizdən istəyir ki, uyğunsuzluğu. Yəni bu da doğrudur, belə deyək. Yəni yanlışdır, doğru variantdır. Sonra ərəblər 8-ci əsrdə yox, 7-ci əsrdə Bizansa yürüş edərək Afrikadakı əyalətləri ondan alıb. Yəni burada yanlış yazılmalıdır. Deməli bu uyğunsuzluq yalnız 1 olacaq. 2-də niyə səhv var? 2-də 6-cı əsrin əvvəllərində yox, ortaları olmalı. Görün nə qədər xırdalıq var. Yəni sadəcə ortalarını yazsaydıq cavab gəlirdi. Cavab, yəni yanlışdır bu da. Cavab olacaq yalnız 1, C variantı. Bu sual da adamı yorur biraz, amma rahat yolunu deyim sizə, siyasi nəticələridir uşaqlar. Deməli, ticarət dəniz yolları bu iqtisadi nəticədir. Mən D-ni çıxaram. Qərbi Avropadan üstünlük Fransaya keçməsi bu 30 illik müharibə, sonra Vestfaliya sülhü, Avropada dünyəvinin güclənməsinə. Bunlar hamısı heç coğrafi şəkillə əlaqəsi yoxdur. Ona görə birdən bir dənə A-nı saxlasam, cavab qalır B ilə C. İndi baxaq ardına. Çətinlik nədir? Siyasi nəticələrinə aiddir. Asiya ölkələri ilə ticarət siyasi deyil. İndi gələk bura, dünya ticarətinin genişlənməsi ilə müstəmləkə işğallarına şərait yarandı. Bu doğrudur. Yəni yanlış deyil. Düzdür? Sonra Bizansın siyasi gücü sarsıldı. Bu
Yanlışdır. Bizansın ora nə dəxli var ki? Deməli bu D yanlışdır. Yanlışları istəyir. Kilsənin dövlət işlərinə təsiri coğrafi kəşflərə nə dəxli var kilsənin? Bu da yanlışdır. DB Asiya ölkələri ilə ticarət Niderland, Portuqaliya limanlarında cəmləşdi. Bu iqtisadi bir nəticədir, siyasi deyil. Ona görə bu da yanlışdır. Cavab olacaq nə? A, B, D. İndi kimsə deyər ki, bu da doğrudur. A, B, D. Nə olsun burada A-nı yazmamışıq, amma burada deyir ki, sxemi tamamlayın, yəni tam olsun. Hamısı bir, hamısı olsun, yarımçıq yox. Sonra gələk 4-cü suala. Bu gün bunu 3 dəfə çəkmişəm uşaqlar videonu. Niyə? Telefon dolub, xəbərim olmayıb, danışıram mən də. Bu sual uşaqlar əslində çətin görünsə də asandır. Niyə? İqtisadi deyil, pul. İslam alimlərinin iqtisadiyyatla nə dəxli var? 4-ü çıxaram. Və yaxud da Yeniçəri qoşunları, ordudur. Ordunun iqtisadiyyata nə dəxli var? Bunu da çıxaram. Qalar 2, 6, 7 deməli doğrudur. Büdcədir, iqtisadidir. Nadir Şahla Mahmud bəli. Bu da siyasi aiddir. Mətbəənin siyasətə dəxli yoxdur. Peyvəndin siyasətə dəxli yoxdur. Qalır bu. 1. Kağız istehsal edən müəssisə bəlkə də iqtisadidir, amma Mahmudun dövründədir. Ona görə biri də çıxırıq, qalır D variantı. 2, 6, 7. Gələ 5-ci suala. 5-ci sualı çox da çətinləşdirmədik. Fəzlullah Rəşidəddin elə Rəşidiyyədir. A-nı götürərəm. Bir də Sinan Hoca, yəni memar Sinan Səlimiyyə məscidinin inşasına başlayıb Osmanlıda. Və salam 3-ə də yeni qoysam C variantı gələcək. Məncə bu sual asandır. Sonra 6-cı sual. 6-cı sual biraz gəlizdir. Niyə gəlizdir uşaqlar? Birincisi bizdən istəyir 15-ci əsr və Qərbi Avropa. Bizans şərqidir. Muş Avropada deyil, Azərbaycan Asiyadadır. Avropa Hun dövlətinin hökmdarı Bizanssa 5-ci əsrə aiddir. Deməli 3, 4, 5 getdi. Dəhşət də getdi axı. Kral Ludovikin hakimiyyətə gəlməsi 1461, Kuba Haiti 1492, Tudorlarında 1485. İndi uşaqları çaşdıran bu olub ki, Kuba ilə Haiti Amerikadadır. Necə Avropa tarixində olub? Bunu Avropalılar kəşf edib. Avropalılar öz tarixində deyiblər ki, biz oranı kəşf eləmişik, bildiniz? Biri niyə götürmürük? Bir, Azinkur döyüşündə düzdür, ingilislər qələbə qazanıb. Amma Azinkur döyüşündən sonra deyir, sonra ingilis qoşunları qəti qələbə qazana bilmir. Fransızlar onları qovurlar. Biri də çıxıram, cavab qalır A variantı. 7, 2, 6. 7-ci sual, deməli, ərəb sərkərdəsi Tiflis əhalisinə məktub göndərir. Həmin bu məktub 644-dədir, yəni 7-ci əsrdə. Deyir, 7-ci əsrə aid Mərkəzi Asiyada baş verməyən hadisə. Çinə qarşı müstəqillik 639 bu Kürşaddır. Göytüşlərin Qutluq Xaqan 682-də ikinci Göytüş dövlətini yaradır. Çinlilərin türk idarəçisinə elə Qutluq İltəris Xaqan Çinli qızlarla yox, türk qızlarından evləndiyi üçün Çinlilərin türk idarəçisi ilə müdaxiləsinin qarşısı alınır. Yəni 682-ci ildən götürür. Bunu da çıxaram. Şərqi Göytüşdəki 7-ci əsrin 30-cu illərində bilirsiniz ki, 588-də bölünür. Sonra Qərbi Şərqi yaranır və 7-ci əsrdə Çindən asılı düşür. Göytüşlərin Qafqaz uğrunda mübarizəsi isə 6-cı əsrdir. Deyir ki, Bumun Xaqanın varislərinin dövründə Qafqaz uğrunda mübarizədə həlledici qüvvəyə çevrildi. O vaxt yazırdılar Muğan Xaqan, İslam Xaqan ki, gəlib hücum eləmişlər hara? Qafqaza. Yəni baxım uşaqlar, video dayansa deyərəm, video dayanmayıb, əla. Sonra 8-ci sual. Bu sual DIMI standartıdır. Səhv eləmirəmsə 1-ci olimpiyadada bunun oxşarı düşmüşdü. Osmanlı dövləti Krımın müstəqilliyini tanıyıb yazdı Kiçik Qaynarcada. Osmanlı dövləti Krımın və Şərqi Gürcüstanın Rusiyanın himayəsində olmasını isə qəbul edib yazdı. Deməli, C ilə Y-ni yerini dəyişsə cavab gəlir və asan sualdır. Bu sual uşaqlar, nə qədər uşaq bunu səhv yazıb, bu sualda niyə səhv yazıblar? Sualın həmişə şərtini oxumaq lazımdır. Deyir ki, xanlıqların uğurlu hərbi əməliyyatı, Çələbinin Qarabağa hücumu uğursuz olub. Təbrizə də hücum uğursuz olub. A-nı, D-ni çıxırıq. Yox, səhv çıxdım. Deməli, nə dedi? Hacı Çələbinin hücumu Qarabağa və Təbrizə hücumu uğursuz olub. Birə A-nı, D-ni çıxmalıyıq. Və salam, cavab gəlir C.
Sadə sualdır da, yəni dim standartlı sualdır. Bir inşaat Çələbi Qarabağa da yürüş edib, Bayat savaşında uduzub, Təbrizə də hücum edir, Əmiraslan xanın qarşısını alır. Cavab olacaq elə carı götürən kimi cavab gəlir. Okay. Sonra 10-cu sual biraz çətindir. 17-ci əsrə aid olan xüsusiyyətlərin neçəsi yanlışdır? 1685-də gələn Charles yox, James idi. Charles 1660-da gəlib hakimiyyətə. Deməli, bu yanlışdır. Qalan bu ötən ilin dimin sualına düşmüşdü, qəbul imtahanına. İcraedici hakimiyyət Dövlət Şurasındaydı. İnqilab nəticəsində həqiqətən siyasi hakimiyyət burjuaziyadaydı. Niyə? Çünki burjuaziya zaten inqilab eləyənlər onlardı. Maarifçilik zaten 18-ci əsrdir və inqilabdan sonradır. Fransadan fərqli olaraq İngiltərədə kəndlilər hələ də zadəgandan asılı haldaydı və kral yadınızdadırsa 1648-də gedir Şotlandlardan kömək alır, dəstək alır və yenidən müharibəyə başlayır. Qalan hamısı doğrudur. Cavab olacaq A variantı, biri. Sonra birinci sual. Bu sualı birdə fərqli cavab idi. Sonra dəstəyə baxırdım. Oradan bu cümləni gördüm. Baxdım ki, heç analiz sayıbda falan da yoxdur. Götürdüm, həmən qoydum. Çətin sualdır. Bizə nə deyir? Neçəsi yanlışdır? Səfəvi dövlətində soyurqal tamamilə ləğv edilməyib. Soyurqal din xadimlərinə verilir. Terek qalası söhbəti də hansındaydı? Sərab, yəni 2-ci İstanbuldaydı. Pyotrun ölümündən sonra Rus əyanları əl çəkməməyi yox, əl çəkməyi tələb edirdilər. Niyə? Çünki pul yox idi saxlamaq üçün, hərbi vəsait falan yox idi. Burada deyəsən 3 olacaq. Aha. Təbriz hakimləri bu sual səhv eləmirəmsə güvən nəşriyyatına vaxt müəllim imtahanına düşmüşdü. Beynəlxalq İpək yolunun Culfadan keçməsi də səhv eləmirəmsə güvənin müəllim imtahanında var idi. Cavab olacaq Y variantı. Yəni bu suallar düşüb. Aha, bu sual həqiqətən xoşuma gəlmişdi. Bu sualı ləzzətli sualdır. Bunun başqa forması var idi. Prosta biraz asan formasını saldıq. Euler-Venn diaqramına əsasən daxilidir uşaqlar. Çox uşaq indi Euleri görən kimi promo hara gedirik? Euler diaqramına gedirik. Heç başlığı oxumuruq da, düzdür. Amma diqqətli olmaq lazımdır. Daxili dediyi üçün Şimali Amerikaya səfəri çıxın, Fransadan əraziləri çıxın. Bunlar xarici bir prosesdir. A ilə B-ni çıxsa, 3 dənə variantımız gedir. Qalır bunlar ki, 7-ci Henrixi də hamı bilir ki, feodal hərbi dəstələrini ləğv edib və mütləq monarxiyanın yaranması prosesi başlayıb. C ilə Y-ni qoyan kimi cavab gəlir B variantı. Okay. Sonra cədvəldə verilmiş uyğunsuzluğu tutun. Deməli, nə deyir? Uyğunsuzluğu. Qaradağda Sadıq xan olmuyor, yəni yanlışdır. Bu doğrudur, uyğunsuz deyil. Makonu Bayat tayfası yaradıb, düzdür. Burada doğru olmalı. Yəni bu mənfidir, yanlışdır. Uyğunsuzdur. Ərdəbil xanlığına Qubal Fətəli xan müstəqinə son qoymayıb. Bura yazıb doğru. Doğru yox, yanlış olmalıdır. Xoy xanlığı da Naxçıvanı, Təbrizi və Qaradağı. Bir dənə hərf səhvi var. Qarabağı yox, Qaradağı as-sala salıb. Bu doğru yox, yanlış olmalıdır. Deməli 3 dənə uyğunsuz var. 2, 3, 4. Bunun cavabı hardadır? Zəncan xanlığı Əfşar tayfası tərəfindən qoyub əsası. Görək bunun cavabı yəqin ki, bu tərəfdədir. Bəli. Deməli 13-cü sualda cavab olacaq C variantı. 17-ci əsrdə mədəni sahədə baş vermiş hadisələrdən neçəsi yanlışdır? Mədəni dediyi üçün qələmim düşdü. Rəncbərləri çıxmalıyıq uşaqlar. Rəncbərlər, əslində bu cümlə yanlışdır. Rəncbərlərin iş heyvanı falan heç nə yox idi. Amma mədəni bir şey deyil. Kənd təsərrüfatı, iqtisadiyyatdır. Kələxanı Təbrizdə yox, Şamaxıdadır. Mədrəsələrdə yalnız dini elmlər yox, dünyəvi elmlər də keçirilirdi. Yəni 1 yanlışdır, 2 də yanlışdır. 3-də yanlışdır, amma mədəni sahədə baş vermiş hadisələrdən deyil. Ona görə 3 iş götürmürük. Şah Sultan düzdür, musiqini qadağan eləyir. Musiqinin inkişafının qarşısını ala bilmir. Burada yazıb alıb. 4-də yanlışdır. Ərdəbildə kitabxana çox yerdə var. Bir də Alman yox, Jan sözündən bilməliydik. Jan sözü əsasən fransızlara aiddir. Və fransız səyyahı Jan Chardin orada İrəvanda tamaşaya baxıb. Ona görə cavab olacaq C variantı. 4-ü yanlışdır. Okay. Sonra 15-ci suala baxın uşaqlar. Bu sual biraz uşaqlarda tərəddüd yaratmışdı. Amma deyir ki, bu Vestfaliya sülhüdür. Məntiqlə tapın. Bu Augsburg sülhü deyək ki, reformasiya.
Avropada dini müharibələr dövrünün sonlanması bir dəfə olar. Burada deyir ki, ikisi üçün oxşar cəhət. Bax nə deyir? Hadisənin ikinci mətndə hadisədən fərqli olmayan xüsusiyyətlərini, yəni ikisinin oxşar cəhəti. Bu necə oxşar cəhət ola bilər? Bir dəfə sonlanar və yaxud da dağınığın da rəsmiləşməsi bir dəfə rəsmiləşən şeydir. Katolik kilsəsi də parçalanıb Augsburgla. Bu ola bilər. Yəni indi də parçalana bilər. Kilsənin gücünün zəifləməsi olacaq cavab. 4, yalnız 4. Uşaqlardan biri demiş ki, Almaniyada Avropadır. Avropada Almaniyada reformasiyaya görə dini müharibələr başa çatır axı. Amma bu Avropada başa çatması deyil. Hələ Avropada dini müharibələr davam edir. Sadəcə Almaniyada başa çatmış. Belə cümlə olsaydı ki, Avropanın bir bölgəsində falan olsaydı bəlkə düz olar. Cavab olacaq yalnız 4 D variantı. 15, 16-cı suallardadır görürsən. 16-cı sual buradadır. Aha. Yenə də eyni tipli sualdır uşaqlar. İqtisadi həyatına dair neçəsi doğrudur deyir. Mədəni bir şeydir. Şəki xan sarayının uşaqlar bir dənə baxım. Video dayanar birdən. 2 dəfə çəkmişəm, video dayanıb. Şəki xan sarayının inşa edilməsi iqtisadi yox, mədənidir. Ümumiyyətlə bunu çıxırıq. Xan tərəfindən xüsusi sənədlə verilən torpaqlar olub, tiyullar xan tərəfindən verilirdi. Darğalıq vergidir, mükəlləfiyyət yox. 2 yanlışdır. Lənkəran, Qarabağ. Normalda adam düşünür ki, Lənkəranda çəltik falan olub. İpək deyən kimi Şamaxı, Şəki nəzərdə tutulur. Amma Lənkəran və Qarabağda da var. 4 də doğrudur, 1 də doğrudur. Pənahabadi adlanan pulun başqa ölkələrdə adam düşünür ki, hansı ölkədə olar ki, Qarabağın pulu. Amma yəqin ki, Gürcüstanda olub, İranda olub, başqa ölkələr onları nəzərdə tutur. 5 də olub. İngilis tacirlərinin ərəşi isə 16-cı əsrdə ipəkçilik mərkəzi kimi adlandırılır. 17-18-ci əsrlərdə Şəki ipək kimi, Şəki olsun, Lənkəran, Qarabağ, Şamaxı neçə dənə oldu? 1, 4, 5. Yəni burada səhv oldu, bu da səhv oldu. Aha. 3-ü D variantı. Sonra 17-ci sual. Sağ olun. 17-ci sualda uşaqlar Təbriz xanlığından gedir söhbət. Təbriz xanlığı Qaraçəmən Urmiyadadır. Cənub torpaqlarının bu cümləni biraz özüm analiz elədim. Orada yazıb ki, cənub torpaqlarının bir hissəsini tutdu Ərdəbildir, Qaradağdır. Mən də xəritəni belə çizdim, gördüm ki, elə Təbriz burdadır, Ərdəbil burdadır, Qaradağ burada. Cənub da buradadırsa böyük hissəsi olmur, yəni. Deməli, nəyi də çıxdıq? 2-ni də çıxdıq. Bir müddət Qəzvini tutan Zəncan idi. Qəzvin vəsf tərəflərdədir, Təbriz çatmır. Şiraz şənliklərində də iştirak eləmir. Urmiya xanlığından asılı vəzifə düşüb. Digər xanlıqlara da aid ola bilər, məsələn, bəlkə də kimsə Qarabağı düşünər. Amma müstəqil dövlət yaratmaq, Qarabağ onsuz da 1748-dən sonra müstəqil idi. Təbriz niyə görə müstəqil dövlət yaratmaq siyasəti yürüdürdü? Yazıq hakimiyyətə gələn kimi Urmiyalı Fətəli onu asılı salır. Yəni ilk asılı saldığı yer Urmiyalı Fətəli Təbriz olur. Sonra İrəvana hücum edir, sonra Təbrizi tutur. Təbriz də yazıq müstəqil siyasət yaratmaq siyasəti yürüdürdü ki, çıxsın Urmiyanın tərkibindən və hücum eləsin digər yerlərə və 1763-cü ildə o Şiraz qonaqlarından sonra çıxır. Ona görə biz bunu digər dövlətə götürə bilmirik, çünki onsuz da digər xanlıqlar müstəqil idi. Bildiniz? Cavab olacaq yalnız nə? 3 D variantı. Bu sual isə mənim öz test bankımdandır. Xoşuma gəldiyi üçün bu sualı saldım. Çaşdırıcıdır. 2-ci Həmədan döyüşü 833-də, 1-ci Həmədan 830-da. Deyir ki, 2-ci Həmədan döyüşü 1-ci Həmədandan fərqli olaraq çox uşaq C-ni götürüb. Burada belə olmalı idi. Babəkin başçılığı ilə Xürrəmlər ilk dəfə qələbə qazandı. Çünki Xürrəmlərin ilk dəfə ərəblərə məğlub olması 778-808-də. Əgər ərəblərə məğlub olmasını düşünmüsənsə, sən elə yeni də götürə bilərdin. 762-ci ildən sonra 1258-ə qədər Abbasilər xəlifəsinin xilafətinin digər adı da nə idi? Bağdad xilafəti kimi də tanınır. Yəni Bağdad xilafəti 833-də qələbə çalır. Cavab olacaq Y variantı. Sonra 19-cu sualda uşaqları çaşdıran nədir? Çox uşaq 1-3 götürüb və yaxud da başqa variant götürüb. İngiltərədə vahid krallıq 9-cu əsrdə yaranıb. Bunu belə yadda saxlayın da. Verdindən sonra 843-də Fransa, Almaniya, İtaliya yaranmışdı.
Verdiyənə dəxli yoxdur. O dövrdə də İngiltərə krallığı da yaranıb. Şəhərlərin mövcud azadlıqlarının təsdiq edilməsi 1215 xartiyadadır. Kralın baron qoşunlarından da bu 1189-da ölən kişi var idi. 2-ci Henrix. Onun islahatından sonradır. Elə 2 ilə 3-ün yerini dəyişsək cavab gəlir. Ərazi və dil məsələsi 15-ci əsrdədir. Anglikan kilsəsinin yaranması da 16-cı əsrdədir. 20-ci sual. Bir daha da baxın uşaqlar. Sizi də yordum. Aha, gedir. 20-ci sualı izah eləməmişdən əvvəl bir daha da qeyd edeyim ki, bizdə Ziya Bünyadov adına olimpiada olacaq və o olimpiada 26 iyuldadır. Qeydiyyatımız başlayıb. Bizim qiyməti çox ucuzdur, 10 manatdır. Bizim 4 olimpiyadanın birinin qiyməti olacaq 5 manat, birininki 10 manat, biri 15 manat. Ən pro maksimumuz Herodot, o da olacaq 20 manat. 5 manatlıq da hədiyyələrimiz olacaq müxtəlif. Deməli 20-ci suala gələk uşaqlar. 20-ci sualda dünəndən uşaqlara işlədirəm. Uşaq deyir müəllim, bunu çıxdım, cavab gəldi. Mən heç buna fikir verməmişdim test tərtib eləyəndə. Mən görsəydim bəlkə də belə variant qoymaz idim. Samur çayı sahilində döyüşdə Qızılbaş qoşunu məğlub olub. Uşaq yeni çıxıb cavabı tapıb. O uşaq finala keçə bilməmişdi, olimpiyadada iştirak eləmişdi. Və rahat. Amma belə izaha gəlsə 1243-də Axistan gəlib hakimiyyətə. Əmir Teymuru da 1392-lərdə və yaxud da lap bilmirsənsə Əmir Teymuru 1385-86-cı ildə Azərbaycana hücumunla götürsən, bu araya nə qoya bilərik? Muğanın Şirvanşahlara tabe olması 1372-82-də hakimiyyətdə olan Huşəng tərəfindən. C-ni qoyaram bura 2-yə C. Əmir Teymur gəldi. Cahanşah 1440-da hücum edib. Deyək ki, Gürcüstanın yürüşünü bilmirsən, amma Cahanşah 1436-da hakimiyyətə gəlməsini bilirsənsə, arasında bir şey olmalıdır. Baharlılar dövləti yaranıb 1410-da. Yəni A. Niyə D olmur? Qaraqoyun dövləti Cəlalilər dövlətinin süqutundan sonra yaranıb. D-ni də çıxmalıyıq. Sonra Yusif Mirzə kitabımızda xəritənin içindədir. 1472-ci ildə hücum edib Qaramana. F-i də götürürük. Deməli 2-yə C, 4-ə A, 6-ya F. Bu sualı çətinləşdirmək də olardı. Məsələn, çox uşaq bunu bilmir, hansı şəhərdir? Turan məmləkəti falan filan. Bu İrəvan şəhəridir. Şah Səfi Bağdatı itirməsi də 38-dədir. Yəni 7-dən sonra bəlkə 8 olsaydı götürə bilərdik. Cavab olacaq D variantı. Belə uşaqlar, uğurlar arzulayıram hər birinizə. Təkliflərinizi yoruma yazmağı unutmayın. Olimpiyadamızın 4-cüsünə də bir ad fikirləşin. Uğurlar arzulayıram. Cavablar tezliklə çıxacaq. Cavabları inşallah saytdan yox, sizə şəxsinizə göndəriləcək cavab etalon. Və kim istəsə siyahını da göndərə bilərik. Narahat olmayın. Uğurlar arzulayırıq hamınıza. Sağ olun uşaqlar. Gecəniz xeyrə qalsın.